Qar adamın qırıq düyməsi. Biri var idi, biri yox idi. Azərbaycan adlı bir diyarda gözəl bir məktəb var idi. Yeni ilə də bir neçə gün qalmışdı. Şəhərin üstünü yumşaq, ağappaq qar örtmüşdü. Elə həmin məktəbin həyətində uşaqlar sevinclə qar adam düzəldirdilər. Hamı gülür, qaçır, oynayırdı. Uşaqların arasında Elvin adlı bir oğlan var idi. Elvin sakit uşağı idi. O digər uşaqlar kimi səs-küylü, ünsiyyətcil deyildi. Amma həmin gün qarın sevincini o da yaşayırdı. Uşaqlara qoşulub qar adam düzəltmək istədi. Tez qaçaraq uşaqlara yaxınlaşdı. Amma uşaqlar ona dedi: "Sən bacarmarsan, çəkil kənara. Sənin qar adamın da əminəm ki, özün kimi gülməli olacaq. Qar adamı düzəldənə bax." Elvin susdu, amma çox məyus olmuşdu. Bir kənara çəkilib, uşaqların düzəltdiyi böyük qar adama kədərlə baxırdı. Ona qırmızı şarf bağlamışdılar. Burnu kök, gözləri isə kömürdən idi. Amma düymələri yerə düşmüşdü. Çünki qar adamı hazırladıqdan sonra Elvinin qəlbini qıran uşaqlar elə öz hazırladıqları qar adama da söz atmışdılar. "Nə gündədir bu? Səhərdən bundan ötürü əziyyət çəkirdik. Bu ağay gecə qabağıma çıxsa inan ki, ürəyim tutar." Artıq dərs saatı bitirdi. Hamı evinə yollansa da, Elvin kədərli halda bir kənarda dayanıb düşünürdü. Birdən qəribə bir hadisə baş verdi. Qar adamı parıldadı və canlanmağa başladı. Ah, ah, düymələrim də qırılıb tökülüb. Çünki bugün üzülmüşəm. Dedi qar adam. O Elvinin də kədərli olduğunu görüb ona yaxınlaşdı. Dostum, gəl tanış olaq. Adın nədir? Elvin, Elvin, bilirsən, məni möhkəm edən qar deyil. Məni möhkəm edən sizə bəxş etdiyim sevincdir. Mənə dediyiniz xoş sözlərdir. Amma pis sözlər, kobud sözlər isə gördüyün kimi məndən də nələrsə qoparır. İndi də düymələrimi qoparıb salıb. Elvin sakitcə dedi. Qar adam, onu deyim ki, sən çox şirinsən. Sənə bir sualım var. Bəs biz nə edək ki, qəlbimizi qırmasınlar? Qar adam gülümsədi. Yeni il möcüzələr vaxtıdır. Bir yaxşılıq eləyək dostum. Bir dostumuza kömək eləyək. Gör həyatımızda nələr dəyişəcək nələr. Ertəsi gün Elvin bir qızın sürüşüb yıxıldığını və kitablarının qarın üstünə dağıldığını gördü. Bir neçə uşaq qızın üst-başı çirkləndiyi, kitabları isə islandığı üçün ona gülürdü. Amma Elvin tez qaçaraq ona kömək elədi. "Dayanın uşaqlar, dayanın. Nəyə gülürsüz axı? Burada gülməli nə var? Bu hadisəni siz də yaşaya bilərdiniz." Böyük tənəffüs idi. Hər kəs həyətdə qar oynamağa tələsirdi. Elvin də dostu qar adamı görmək üçün tələsik həyətə düşdü. Qar adamın düymələrinin geri qayıtdığını gördü. Pıçıltı ilə, "Dostum, düymələrin geri qayıdıb?" Qar adam da pıçıldadı. Birini bilərək incitmək, yəni bullying qəlbləri qırır. Həmin gün sənin qəlbin, mənim isə düymələrim qırılmışdı. Amma mehribanlıq sanki yaraları sağaldır, qırılanları təmir edir. Elə bunu deyib, qar adam yenidən cansızlaşdı. Amma uşaqlar sanki Elvinə qarşı dəyişmişdi. Çünki o, dostu qar adamın tövsiyəsi üzrə artıq ürkək, sakit biri deyildi. Hər kəslə ünsiyyət qurub, mehriban olmağa çalışırdı.
Hələ kiminsə onu və ya digər bir şagirdi əzdiyini görərdisə, dərhal buna etiraz edər, qətiyyətlə qarşı çıxmağa çalışardı. Və beləcə yavaş-yavaş məktəbdə bir qayda yaranmağa başladı. Heç kim heç kimi əzməyəcəkdi. Hə mənim şirinlərim, nağılımız da beləcə sona çatdı. Göydə çoxlu çiçəklər töküldü. Biri sənin, biri mənim, biri onun, biri bunun, qalanı isə yer üzündəki bütün uşaqların. Şirin şəkər balalar, şip-şirin yuxular. Tanrı olsun sizə yar.